Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün mən sizin üçün tək yumurta ağından ibarət olan bir biskvit hazırlayıram. 500 qram yumurta ağını bir çimdik duzla yaxşıca ağarana qədər çalırıq. Bir stakan yarım şeker tozunu asta-asta ona əlavə edib yenə də ağarana qədər çalırıq. Yumurta ağları bezə halına düşdükdən sonra 1 stakan yarım un, 1 xörək qaşığı nişasta, 1 çay qaşığı vanil, 1 xörək qaşığı qabartma tozu əlavə edib spatula ilə qarışdırırıq. Biskvitin xəmirindən 1-2 çay qaşığı götürüb, 1 çay qaşığı kakao da əlavə edib üstünü bəzək üçün hazırlayırıq. Biskvitimizi əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 20-25 dəqiqəyə bişiririk. Yumurta ağından hazırladığımız biskvit hazırdır. Nuş olsun. Kanalıma abunə olub bəyənməyi unutmayın.